إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا ما بعد. Əziz, değerli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir, nəsihətidir. Buyurur ki, Rəbbimiz, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik Səhih Fiqh Sünnə adlı bu risaləni, hansı ki dəlilləri ilə məzhəb alimlərinin sözlərinə işarə edərək bizə dinimizi, əhkamlarını öyrədir və necə bilirsiniz, təharət kitabındayıq. Təharət kitabındayıq və bugün yeni mövzuya keçəcəyik təharətlə bağlı. O da, necə müəllif deyir, Əl-Məsu aləl-həvail, yəni ayağı örtən nəyinsə üzərinə məs etmək. Həvail umumən ayağın üzərini örtən və suyun və ya birbaşa ona dəyməsinə mane olan bir şey deyilir. Yəni ayağın üzərində nə giyinilibsə, istər xof olsun, istər corab olsun, hər birini ayrıca təfsilatı ilə toxunacaq. Və müəllif deyir ki, əl-əvvəl və ya əvvələn əl-məsu aləl-xoffeyn. Birinci, xoflar üzərinə məs etmək. Xoflar üzərinə məs etmək. Birinci mövzuya keçməmişdən əvvəl bilməliyik ki, xof nədir? Xof dedikdə nə qəsd olunur? Deyir ki, müəllif, xof dəridən hazırlanmış və ya dəridən olan və topuqları örtən dəri coraba deyilir və ya dəri ayaqqabıya deyilir. Yəni, dəridən olan, ayaqlara geyinilən, topuqlara qədər ayaqları örtən coraba deyilir. Və ya istəsən də ayaqqabıya da deyilir. Və topuqları örtmək dedikdə, qəsd olunan topuqlar ayaqların iç tərəfində yox, çöl tərəfində olan topuqlardan gedir söhbət. Yəni, onların üzərini örtməsi. Baxmayaraq, bəzi alimlər şərt görməyib onu. Lakin müəllif tərifində belə verir. Yəni, lüğəvi cəhətdən tərifi budur. Xof dəridən olur. Xoflar üzərinə məs etmək dedikdə nə qəsd olunur? Deyir ki, müəllif, məs odur ki, əli ayağın üzərindən yumuşaqca çəkmək, yəni sürtmək. Ayağın üstündən yumuşaqca çəkmək, yəni xofların üzərindən və ya corabların üzərindən əli ilə əli yüngülcə aparmaq. Və gələcək ki, onun üçün xüsusi olaraq su götürmək də gəlib sünnədə. Yəni, əli nəmləndirib, ayaqların üzərinə məs etmək gəlib sünnədə məs etdikdə, yəni xofların və ya corabların üzərindən. Lakin, xofların üzərinə məs etmək dedikdə, əsasən alimlər qəsd edirlər nə? Xüsusi yer üzərindən, deyirlər ki, xüsusi yer üzərindən nəm əllə xüsusi bir zamanda məs etmək qəsd olunur. Xüsusi zamanda məs etmək qəsd olunur. Çünki ayağın hər yerinə məs edilmir. Ona görə vurğular ki, xüsusi yer, yəni üst tərəfini qəsd edirlər. Üst tərəfini qəsd edirlər. Çünki ayağın altına məs olunmur. Və gəlib əsər Əli ibn Əbi Talibdən ki, əgər din ağılla olsaydı, xofların üstünə yox, altına məs edilərdi. Lakin xofların altına məs edilmir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm gələcək dəlillərdə ki, məsid ayağın, yəni pəncənin üzərinə edib, altına yox. Və deyiblər ki, məxsus vaxtda, məxsus vaxt nədir?
o vaxt ki, su tapmırsan. O vaxt ki, su tapmırsan və ya su var, istifadə edə bilmirsən xəstəlik səbəbindən və ya soyuq səbəbindən. Məxsus zaman odur ki, yəni suyu əvəz etdiyi zaman. Suyu əvəz etdiyi zaman. Xofların üzərinə məhz etmək şəriətdə, baxsaq görərik ki, şəriətimizdə əmr olunub. Şəriətdə gəlib ki, xofların üzərinə məhz etmək bu dindəndir. Ona görə alimlər, lakin alimlər deyiblər ki, kim təharətini, yəni dəstəmazını tam alarsa, yəni dəstəmaz aldıqdan sonra ayağına xofları geyinərsə və ya corabları geyinərsə, corabların mövzusu ayrıdır deyə müəllif çox da ona toxunmur mövzudur. Kim dəstəmazı tam alandan sonra xoflarını geyinərsə, ona ayaqlarının üzərinə məs edə bilər. Dəstəmazı pozulduqda dəstəmaz almaq istəsə. Yəni, dəstəmaz alıb, sonra xoflarını geyinib, bir müddət sonra əgər dəstəmazı pozulubsa, yenidən dəstəmaz alanda xofların üzərinə məs edə bilər. Ona görə Abdullah ibn Mübarək xofların üzərinə məs etmək haqqında danışanda deyir ki, alimlər arasında ixtilaf yoxdur ki, bu əməl icazəlidir. Alimlər arasında, yəni xofların üzərinə məs etməkdə ixtilaf yoxdur ki, bu əməl icazəlidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmlə rəvayət olunan hədislər, hansı ki, bəzi səhabələrdən gəlib rəvayət ediblər o hədisləri ki, xoflara məs etməyi bəyənməyib. O səhabələrin özündən başqa rəvayətlər var ki, onlar xofların üzərinə məs ediblər. Gəlib bəzi rəvayətlər ki, bəyənməyib bəzi səhabələr xoflara məs etməyi. Lakin eyni səhabələrdən rəvayətlər var sabit, hansı ki, səhih rəvayətlərdir və səhih sünnəyə dələt edir. Mütəvatir yollarla Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məs edib və bəyənib məs etməyi. Və əsasən də ən başlıca hədis bu haqda Həmməm rahiməhullahın rəvayət etdiyi hədisdir. Deyir ki, Bələ Cərir, thumma təvaddə və məsə alə xuffeyhi. Cərir radiyallahu anhu kiçik ayağı yoluna çıxır, sonra dəstəmaz alır və xoflarına məs edir. Fəqilə təfəalu hədə, deyirlər ki, ona belə eləyirsən, qalə nəam, deyir ki, bəli. Rəaytu Rasulullah sallallahu aleyhi və səlləm bələ, thumma təvaddə və məsəhə alə xuffey. Gördüm, Peyğəmbər sallallahu aleyhi və səlləm kiçik ayağı yoluna çıxdı. Sonra dəstəmaz aldı və xoflarına məs etdi. Ona görə Ə'məş deyir ki, İbrahim ən-Nəxəy deyir ki, kənə yu'cibuhu hədəl hədis. Bu hədis onun xoşuna gəlirdi. Niyə? Deyirdi ki, liənnə İslam-əl Cərir kənə bə'də nuzulul məidə. Çünki Cəririn İslamı qəbul etməsi Məidə ayəsi nazil olandan sonra idi. Məidə ayəsi də hansı idi? Dəstəmaz ayəsi. Dəstəmaz ayəsi nazil olandan sonra İslamı qəbul eləmişdi. Yəni, bilirdi ayaqları yumaq hökmü nədir və məst eləyirdi və bu göstərir ki, bu əməl icazəli idi. Caiz idi. Ona görə hökmü nədir? Xoflara məs etməyin, ayrıca müəllif vurğuluyub fəsil kimi, xoflara məs etməyin hökmü nədir? Deyir ki, xoflara məs etməyin hökmü caizdir, icazəlidir. İcazəlidir. Və cümhur alimlər görürlər ki, ayaqları yumaq daha əfsəldir. Cümhur alimlərə görə ayaqları yumaq daha əfsəldir. Lakin Həmbəli alimləri, İmam Əhməd, onlar deyirlər ki, ayaqlara məs etmək daha əfsəldir. Çünki bu rüxsətdir. Bu rüxsətdir, yəni icazədir. Allah Teala icazə verib, rahatlaşdırıb, asanlaşdırıb. Yaxşı, hansı daha əfsəldir? Yumaq yoxsa məs etmək? Səhih odur ki, əfsəllik hər kəsə görə fərqlənir.
Yəni, hər kəsin ayağına görə fərqlənir. Kimin ayağında corab varsa və ya xof varsa və dəstəmaz alandan sonra giyibsə onu, onun üçün məhz etmək daha əfsəldir. Ehtiyac yoxdur, çıxartsın, yusun ayaqlarını. Amma kimin ayaqlarında corab yoxdur və ya xof yoxdur, onun haqqında yumaq daha əfsəldir. Ehtiyac yoxdur ki, ayaqlarına nəsə axtarıb, tapıb geyinsin ki, məhz etsin, yox. Deməli, əfsəllik nə baxımdandır? Hər kəsin ayağına geyindiyi və ya geyinmədiyi baxımdandır. Əgər xof varsa, məhz etmək əfsəldir, çünki bu Allah Taala'nın rüxsətidir, icazə verib. Kimin ayağında ki, yoxdur xof, yumaq onun üçün daha əfsəldir və dedi ki, çıxarmağa ehtiyac yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm belə eləməyib, nə də əshabı belə eləməyib. Ona görə kimin ayağında heç nə yoxdursa, yusun. Kimdə varsa, məhz etsin. Yaxşı, xoflara məhz etməyin müddəti nə qədərdir? Yarhamukallah. Xoflara məhz etməyin müddəti var. Xoflara məhz etməyin müddəti var. Şəriətdə gəlib ki, xoflara məhz etmək müsafir üçün 3 gündür. Müsafir üçün, yəni səfərdə olan üçün 3 gündür gecəsi ilə bir yerdə. Yəni 3 gün gecəsi ilə bir yerdə, həm gün ortası, həm gecəsi. Daimi məskunlaşdığı yerdə qalan insan üçün nə qədərdir? 1 gün gecəsi ilə bir yerdə. Və bütün cümhur alimlər bunun üzərindədirlər. Eləcə də Hənəfilər, Həmbəlilər və İmam Əhmədin məzhəbindən zahirən görünən budur ki, bu rəydədir, yəni təzə rəyində bu rəydədir və həmçində zahiri alimlər də bunu deyir. Və dəlilləri nədir buna? Bir neçə hədis. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabitdir. Ən birincisi, Əli ibn Əbi Talibin radiyallahu anhın hədisi. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm müsafir üçün 3 gün və gecə məhz etməyi buyurdu və 1 gün, 1 gecə muqim üçün. Muqim yəni daimi məskunlaşdığı yerdə qalan üçün 1 gün, 1 gecə buyurdu məhz etməyi. Bu birinci hədis. Həmçinin və hədis də səhihdir, sabitdir. Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Muslim rəvayət edib, həmçinin İmam Nəsai öz sünənində nəql edib hədisi. İkinci hədis Avf ibn Malik el-Əşşə'i radiyallahu anhın hədisidir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr etdi məhz etməyi xoflar üzərinə. Kimə? Daha doğrusu Tabuk döyüşündə 3 gün, 3 gecə müsafirə. Tabuk döyüşündə Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, müsafir 3 gün, 3 gecə xoflarına məhz etsin və daimi məskunlaşdığı yerdə qalana 1 gün, 1 gecə məhz etməyi əmr etdi. Və hədis də səhih İmam Əhməd rəvayət edib, səhih sənədlə. Üçüncü hədis Saffan ibn Əssəlin hədisidir, radiyallahu anhu. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə əmr edirdi, səfərdə olanda xoflarımızı çıxarmayaq, 3 gün, 3 gecə. Yalnız cənabətdən çıxaraq, yəni niyə qüsl almalıyıq? Yalnız cənabətdən çıxaraq, yəni məhz etməyək cənabətdən, qüsl alaq, yuyunaq, çıxaraq xoflarımızı. Lakin böyük, kiçik ayaq yoluna çıxmaqdan qoymurdu çıxarmağa. Dedi ki, yəni məhz edin, 3 gün, 3 gecə. Və hədis də səhihdir, daha doğrusu həsəndir. Bundan əvvəlki rəvayətlə eyni rəvayətdə gəlib İmam Əhməd nəql edib bu hədisi də. Və bu məsələdə müxalif olub cümhura və o alimlər ki, xoflara məhz etməyi müddətini belə görüblər, müxalif olub İmam Məlik. İmam Məlik, rahiməhullah, eləcə də İmam Şəfi köhnə rəyində və deyiblər ki, vaxt yoxdur məhz üçün. Nə vaxt istəyir, nə qədər ki, çıxarmır xofları, məhz edə bilər. Və dəlilləri nədir? Dəlilləri zəif hədislərdir. Dəlilləri əslində var.
Dəlilləri zəif hədislərdir. Ən birinci Ubey ibn Ammar radiyallahu anh hədisidir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə dedim ki, ya Rasulallah, xoflarımın üzərinə məs eləyim. Dedi ki, bəli. Dedim ki, bir gün, dedi bir gün. Dedim ki, 2 gün, dedi ki, 2 gün. Dedim ki, 3 gün, dedi ki, nə qədər istəyirsən. Hədis zəifdir. İmam Abu Davud rəvayət edib, eləcə də İbn Abdülbar bildirib ki, hədis sabit deyil, səhih deyil. Və həmçinin Xuzeym ibn Səbitdən gəlib hədis, və ya daha doğrusu rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə 3 gün xoflara məs etməyi əmr etdi. Əgər artırsaydıq, artırardıq. Deyir ki, əgər artırsaydıq, artırardıq. Yəni, məs etməyi müsafir üçün daha çox istəsəydik ondan, icazə verər. Lakin bu, hətta zəif olmağına baxmayaraq, sabit olsa belə, yenə onlarda dəlil yoxdur onlar üçün. Çünki Peyğəmbər s.ə.v-in səhabənin daha doğrusu belə zənn etməsi dəlil deyil. Çünki səhabənin zənni hökm deyil. Səhabənin zənni din deyil. Səhabə zənn edir, deyir ki, belə etsəydi bəlkə də artırardı. Lakin etməyib s.ə.v. Və həmçinin Ənəs ibn Məlikin hədisini nəql edirlər bizə. Baxmayaraq, o da zəifdir. İmam Beyhəqqi rəvayət edib zəif olaraq və İmam Tahavi. Deyir ki, Ənəs ibn Məlik, Peyğəmbər s.ə.v dedi ki, sizdən biriniz dəstəmaz alsa, sonra xoflarını girsə, onlarda namaz qılsın. Nə qədər istədiyi qədər də saxlasın ayağından, çıxarmasın və üzərinə də məs etsin. Yalnız cənabətdən çıxartsın. Və hədis də zəifdir. Və bütün rəvayətlər hansı ki, gətiriblər, bu rəy sahibləri İmam Məlik və eləcə də İmam Şəfi köhnə rəyində gətirdikləri dəlillər hamısı zəifdir. Və həmçinin 4-cü hədis də ona da əsaslanırlar. Hansı yox bu İbn Amirin hədisi də deyir ki, Şamdan Mədinəyə gəldim və cümə günü çıxmışdım səfərə və Mədinəyə daxil oldum cümə günü idi. Yəni, bir həftə. Və daxil oldum Ömər Xattabın yanına. Dedi ki, mənə ayağındakıları nə vaxt geyinmisən? Dedim ki, cümə günü. Dedi ki, çıxarmısan? Dedim, xeyr. Dedi ki, doğru eləmisən. Doğru eləmisən. Yəni, onun üzərinə məsəl. Bu hədis də zəifdir. Ona görə İmam Beyhəqqi bu hədisi rəvayət edəndən sonra deyir ki, Ömər radiyallahu anhudan əksinə məs etmək haqda müddətli rəvayət var, sabit. Sabit. Rəvayət var ki, hansı ki, orada müddətin olmağını bildirir. Bildirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 3 gün icazə verib müsafirə məs etməyə, gecəsi ilə bir yerdə və daimi məskunlaşdığı yerdə olana da bir gün gecəsi ilə. Və sonra deyir ki, İmam Beyhəqqi, ola bilər ki, Ömər radiyallahu anh əvvəl bu rəydə olub. Sonra səhih sünnəni, məşhur sünnəni biləndən sonra qayıdıb. Ona görə də İbn Həzm Mahəllə kitabında deyir ki, müddətsiz məs etmək haqda nə gəlibsə, heç biri sabit deyil və heç bir sahabədən də gəlməyib. Əksinə, yəni onun əksi gəlib səhabələrdən. Yaxşı, məshin davam edək, yoxsa dayanaq? Məshin müddəti nə vaxt başlayır? Məshin müddəti nə vaxt başlayır? Və bildik ki, müqim üçün, yəni daimi yaşayadığı yerdə olan üçün bir gün bir gecədir. Müsafir üçün 3 gün 3 gecədir. Yaxşı, bu müddət nə vaxtdan başlayır? Alimlər bu haqda danışıblar. Birinci rəy odur ki, başlayır xofu geyəndən sonra ilk dəstəmaz pozulduğu vaxtdan. Xofu geyəndən sonra ilk dəstəmazı nə vaxt pozulub, o vaxtdan başlayır. Və bu rəy sahibləri kimdir? Sufyan əth-Thawri, İmam Şəfi, eləcə də Əbu Hənifə və Əbu Hənifənin tələbələri, həmçinin Həmbəli məzhəbində görünən budur ki, bu rəydədir. Deyirlər ki, çünki dəstəmaz pozulandan sonraki vaxt məhz etmək üçün mübah olan vaxt.
mübah olan vaxtı məhz edənə qədər. Yəni, ona görə də o vaxtdan başlamalıdır. İkinci rəy odur ki, geyinən vaxtdan, corabı geyinən vaxtdan. Elə ki, corabı geyindi dəstəmazdan sonra o vaxtdan məsin müddəti başlayır. Baxmayaraq, hələ dəstəmazı da var. Və bu söz rəy sahibi Həsən el-Basridir, rahiməhullah. Üçüncü rəy odur ki, 5 namaza məhz edə bilər. 5 namaza məhz edə bilər. Müsafir isə 15 namaza. Müsafir 15 namaza, yəni ondan artıqına edə bilməz. Bu, Şəbinin məzhəbidir, eləcə də İshaqın və Əbu Səvrun və başqa təbiinlərdən bu rəydə olanlar var. Dördüncü rəy isə deyiblər ki, o vaxt ki, dəstəmazı pozuldu, ona məhz etmək icazəlidir, o vaxt başlanğıc vaxtı sayılır. İstər məhz etsin, istər məhz etməsin. İstər dəstəmaz alsın, istər dəstəmaz almasın. Yəni, bir müddət keçəndən sonra, dəstəmazı pozulandan sonra, bir müddət sonra məhz edibsə, yəni o vaxtdan, dəstəmazı pozulduğu vaxtdan deyirlər ki, artıq sayılır. Yəni, mübah olan vaxt nə vaxtdır? O vaxtdan artıq sayılır. Artıq məhz edə bilməz. Və o vaxt keçsə də, məhz etməyibsə də və məhsin vaxtı qurtarıbsa, onun artıq vaxtı olmur. Çünki mübah olan vaxtdan çıxdığına görə məhsin vaxtı qurtarır. Bu da İbn Həzmin rəyidir və Muhallə kitabında digər rəy sahiblərinə geniş rəddi var. İstəyən qayıdıb baxa bilər. Və 5-ci rəy də odur ki, və onlar deyirlər ki, məhsin ilk vaxtı birinci məhsdən sonra sayılır. Birinci məhs nə vaxt elədi ayağına, o vaxtdan sayılır. Və bu rəydə İmam Əhmədindir, eləcə də Uzayinin, həmçinin İmam Nəvavinin seçimidir, eləcə də Şeyx Hüseyminin, İbn Hüseyminin seçimidir və ən doğru rəy, ən sünnəyə müvafiq rəy də budur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Yəmsəhul musafir və yəmsəhul muqim. Deyir ki, müsafir məhz edir, yəni bu vaxt muqim məhz edir. Bu vaxt deyirlər ki, alimlər, məhz edir sözü, o vaxt deyilir ki, o əməl edilsin. O vaxt ki, feil hasil olur, onda deyilir ki, məhz edir. Ondan qabaq deyilmir ki, məhz edib. Əgər feil olubsa, onda məhz sayılır. Ona görə də bu hədislər ona dəalət etdiyi üçün digər rəvayətlərə baxılmır və digər rəylərə baxılmır. Məsələn, insan dəstəmaz alarsa, zöhr namazında və xoflarını geyərsə, sonra dəstəmazı pozularsa və sonra əsr namazında məhz edərsə, əsr namazında məhz etdiyi vaxtdan məhsin hökmü başlayır, muqim üçün nə vaxta qədər? Sabahsı günü əsr namazına qədər. Müsafir üçün 3 gecə eyni vaxta qədər. Sonra müəllif bir məsələyə toxunum. Əgər muqim olan məhz edərsə ayaqlarına, sonra səfərə çıxarsa, məhz edib, daimi qaldığı yerdə, sonra səfərə çıxıb. Bilirik ki, muqim üçün bir gecədir məhz etmək, elə deyil, bir gecə gündüz, sonra səfərə çıxıb. Alimlər bu haqda 2 rəyi var. Alimlərin bu haqda 2 rəyi var. Birinci rəy odur ki, 3 günü tamamlayana qədər məhz edəcək. Yəni 3 gün, 3 gecəsi, yəni bu gecə də daxil olmaqla, məhz etdiyi gün, gecə daxil olmaqla 3 gün məhz edəcək. Bu, İmam Səvrinin, necə də Əbu Hənifənin, həmçinin əshabının, yəni tələbələrinin, necə də İmam Əhməddən və İbn Həzmdən nəql olunan rəydir. İkinci rəy odur ki, bir gün, bir gecə tamamlasa, ondan sonra dəstəmaz alıb ayaqlarını yumalıdır. Səfərdə olsa belə. Çünki daimi qaldığı yerdə nə edib? Məhz edib, və bu da İmam Şəfiinin, eləcə də İmam Əhmədin bir rəyidir, həmçinin İshaqın. Və doğru olan, racih olan odur ki, 3 günü tamamlamalıdır.
əgər səfərə çıxıbsa, məhz edəndən sonra səfərə çıxıbsa, o gündə daxil olmaqla 3 günü tamamlaya bilər. Çünki hədisdə gəlib ki, müsafir üçün məsin hökmü neçə gündür? 3 gün, 3 gecə. Yaxşı, müsafir əgər məhz edibsə, müəllif ayrıca yenə toxunur bu məsələyə. Müsafir əgər məhz edib səfərdə, sonra qayıdıb, 1 gün qalıb, 2 gün qalıb səfərdə, sonra qayıdıb və ya 1 gün qalıb, məhz edib, sonra qayıdıb. Qaydanda məsin hökmü itir, yoxsa qalır? Ayaqlarını yumalıdır, yoxsa məshə davam eləməlidir. Çünki səfərdə artıq keçirib 1 günü, 1 gecəni və ya 2 günü səfərdə keçirib. Sonra gəlib daimi qaldığı yerdə. Nə etməlidir? Deyiblər ki, alimlər çıxartmalıdır ayağındakı xofları. Müsafirdirsə, qayıdıbsa, ayağındakı xofları çıxarıb nə etməlidir? Ayaqlarını yumalıdır. Yaxşı, 1 gündən az müddətə qalıbsa, müsafirdir, məhz etdi və həmin gündə qayıtdı. Məhz etdi, qayıtdı. 1 gün heç tamamlamadı, nə gündüzü, nə gecəsi. Yenə çıxarmalıdır, yoxsa 1 gününü tamamlaya bilər? Deyiblər ki, alimlər 1 gününü tamamlaya bilər. 1 gününü, əgər səfərdə 1 gündən azdırsa, 1 gününü tamamlaya bilər. Ona görə İbn-i Munzir deyir ki, alimlər icma ediblər ki, yəni o 1 gününü tamamlaya bilər. Yəni məhz müddəti tamamlaya bilər. Qaldı ki, məhsin şərtləri xoflar üzərinə, onu da gələn dərsimizə saxlayırıq. Allah Teala bizə eşidib faydalarından etsin. Aqulu ma təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.